Lənkəranda qadın mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə qadınların asudə vaxtlarını səmərəli təşkili üçün əlverişli imkanlar yaradılıb. Əziz xanımlar, sağlam qidalanmaq, gözəl görünmək və baxımlı olmağınız üçün sizi maraqlandıran bütün sualların cavabını bu məkanda tapa biləcəksiniz. Daha ətraflı Könül Həsənovanın təqdimatında izləyək. Lənkəran şəhərində qadın ailə məkanı fəaliyyətə başlayıb. Cənub bölgəsində ilk və yeganə məkan desək yanılmarıq. Burada zərif xanımlarımızın asudə vaxtlarını səmərəli keçirməsi üçün hər cür şərait yaradılıb. Onların istirahəti, qidası, çəkisi və ən əsası gözəlliyi üçün hər xırda detal düşünülüb. Nəticədə istənilən qadın burada özünü evində olduğu qədər rahat hiss edir. Qadın ailə məkanının rəhbəri, həkim-ginekoloq olan Raisə Kazımova deyir ki, burada xanımlarımız üçün xoşbəxt mühit formalaşdırmağa çalışırıq. Bizim Azərbaycan xanımları ən zəhmətkeş, ən fədakar, ən ləyaqətli xanımlardır. Ancaq bu xanımlar daima fədakarlıq edirlər, işləyirlər, evdə, iş yerində də çalışırlar ki, nümunəvi işçi olsunlar. Bu qədər fədakarlığın qarşısına özlərinə dincəlmək, əylənmək, istirahət eləmək, belə bir şeylərdən uzaqdırlar. Düşündüm ki, təkcə biz mədəmizi qidalandırmaqla, xarici görünüşümüzü gözəlləşdirməklə iş bitmir. Biz ruhumuzu qidalandırmalıyıq. Gənc xanımların xoşladığı karaoke zalımızı inşallah istifadəyə vermək fikrindəyik. Əsas fikrimiz odur ki, qadınları mədəni istirahətə cəlb eləyək. Aktiv həyat tərzi istəyən xanımlar üçün burada idman və rəqs dərsləri də təşkil olunub. Fəaliyyət göstərən trenajör zalında hər bir qonaq üçün fərdi məşq proqramı tərtib edilir. Düzgün qidalanma, figuranın korreksiyası, hərəkətlərin əlaqələndirilməsi məşğələləri üzrə praktik tövsiyələr verilir. Mərkəzdə həmçinin çox maraqlı masajlar edilir. Uzaq şərq, özəl bambuq, daş masajları istənilən şəxsə rahatlıq gətirir. Müştərilərin enerji nöqtələri üzərində işləyən mütəxəssislər onların rahatlıqlarını təmin edir, negativ enerjini təmizləyirlər. Daxili rahatlığı, yüksək enerjiyə sahib olmaq istəyən qadınlar üçün yoga və meditativ məşğələlər keçirilir. Burada yəni nümunəvi ailələrdən ibarət müəyyən diskussiyalı tədbirlər keçirdək. Ona görə arzu edirəm ki, qoy bizim xanımlarımız gəlib burada həm sağlamlıqlarına, həm inkişaflarına, həm əyləncələrinə, ümumiyyətlə pozitiv enerji alıb ailələrinə, övladlarına ötürsünlər. Gedib öz işlərini də belə o pozitiv enerji ilə öz işlərini də davam etdirsinlər, inkişaf etsinlər və gözəl, sağlam nəsil yetişdirsinlər. Mərkəz qadınlar üçün hər şeyin cəmləşdiyi məkana çevrilib. Gözəlləşməyin əsas vasitələrindən biri düzgün qida rasionu və zamandır. Fəaliyyət göstərən geniş bufet və gözəl dizayn olunmuş kafedə milli mətbəxdən başlayaraq Avropa mətbəxinə qədər hər növdə faydalı və vitaminlərlə zəngin yeməklər təklif olunur. Qadınlar burada düzgün qidalanmağın sirlərini öyrənir. Yeni məkanda rəfiqələrinizlə birlikdə musiqi sədaları altında özəl günlərinizi qeyd etmək üçün lazımi şərait mövcuddur. Çox müsbət aura aldım, çox gözəl, qadınlarımız hər şeyə gözəlinə layiqdırlar. Yəni, çoxdan yaradılmalıydı. Qadınlarımız mətbəxdən biraz uzaqlaşsın. Rəfiqələrimizlə, yəni yaxınlarımızla dincələ bildiyimiz bir məkandır. Yəni, çox özümüzü rahat, sərbəst hiss eləyirik. Çox gözəl məkandır, rahatlığımızı təmin edir. Xeyirli olsun, can sağlığı ilə, üzü gülərliyi. Mərkəzdə həmçinin kosmetoloji salon fəaliyyət göstərir. Burada saç və dırnaqlara xüsusi qulluq edilir. Qadınların böyük həvəs göstərdiyi bu sahə peşəkarlar tərəfindən həyata keçirilir. Gözəl və sağlam olmaq üçün hər bir şərait yaradılan bu mərkəzdə qadınlarımız təkcə istirahət etmir, həm də onlara çox yaxın olan peşələrə sahib olmaq imkanı da əldə edirlər. Dərzilik, ən işlərinin öyrənilməsi və sərgisi. Mərkəzin divarlarını bəzəyən tablolar, çiçəklər qadınlarımızın yaratdığı əl işləridir. Qadınlarımızı düşünərək və sevərək yaradılan qadın mərkəzi Azərbaycan qadınının daha da güclənməsi, inkişaf etməsi və firavanlığı yolunda bir addımdır. Könül Həsənova, Elviz Nəsirli, Lənkəran.